Sonra sənətkar münsiflərə təklif eləyir ki, ha bu robotu ordumuza calayaq. Ha bu da Paxıl müəllim Çitiyə əmr eləyir ki, Öldür onu. Dayan. Oy! Ha bu duyğusuz mal mənə əmrimlə səni öldürsə gör ordumuzdakılar nə qarar. münsiflər düzəltdiyi robot başa dəysin deyib şələ-şülələni götürüb geyirlər. Sənətkarın beyni çönür, başlayır robota duyğular, hisslər zatı yükləməyə. Yaşım meşəli, ömrün əşəli, sevirəm səni, gözəl kəndimi. Robota duyğular yüklənəndən sonra qız robotu öpür və öz bir sözlə hintlilərdə saç yellənəndə nə olur? Təbii ki, aşiq olur. Titrettin beni, titrettin. Robotun ha bu öpüşdən sonra kayfı dombalır və başlayır bütün günü qızı güdməyə. Təsəvvür eləyin, qızın yanağına ağcı-qanad qonur. Çitə də tez içəri girib ağcı-qanadı tutub başlayır ağcı-qanadı başa salmağa. Sonra da ağcı-qanad qızdan üzr istəyir. Bağışla xala. Ha bu Hindistanların fantaziyaları belə fantastikadır. Maçala baxım və qız Çitini öpən kimi geyirlər rəqs eləməyə. Masele bakım, masele bakım.